He dostlar, Laçın Miri Çenderesen her şey salmarım. Her vaxtınız xeyir olsun deyirəm. Bugün iyun ayının 9'u 2025. il tarixində yine bir evin videosunu çəkirəm. Bura Əliyev Cümşüd kişiyə aiddir. Cümşüd kişi yaşlı adamlarımızdan biridir. Sağdır. Allah can sağlığı versin. Həyat yoldaşı rəhmətə gedib. Allah ona rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, Ali Başkomandanımızı qorusun. Allah müzəffər ordumuzu qorusun. İndi mən bu evin yine girişindən bax belə, evin belə sonuç dağılmış vəziyyətini sizə göstərəm, siz də baxın. Bu evdə belə nömrə qoyulmayıb, ancaq mən eşitdiyimə görə bu evdə də yaşayış olub. Ancaq bu son vaxtları bax bu nömrəli olduğu yeri belə uçurduqlar, dağıdıblar. Bu evin mən qalxacağım yukarı plakenden evin iç hissəsindən sizə biraz çəkiliş edeyim, göstərim. Ev çox gözəl şəkildə vaxtdan düzəlmişdi. Bu evin bütün tavan işin, pol işin, döşəmə işin mən görmüşdüm. Yəni bu ev tam təmirli, yaxşı vəziyyətdə olub. Ancaq indi evin bütün hər tərəfi dağılıb. Belə bu vəziyyətlərdir. Bu evdə ermənilər burada biraz deməli evə düzəliş verirlər. Bax belə pəncərə yerlərdir, bağlayırlar. O yüzden bax belə bağlayırlar. Qabaq üstə də bax belə mətbəx olub yəqin ki, bax belə uçurdub. Buradan gedən vaxtı dağıdıblar. Dağıdıb tamamilə məhv ediblər. Evin bax bura koridor hissəsi. Belə daha arxaya keçmək qeyri-mümkündür. Evin iç hissəsi bax belə görükür. Pəncərələrin başı, qapının pəncərənin başı tam tağ şəkildədir. Çox yaxşı vəziyyətdə belə düzəlib. Ancaq ki, buradan çıxanda evi tamamilə yandırırlar. Yanığın döşəmənin yanıq hissəsi o üçüncdən sizə göstərəm. Siz də baxın. Ev tamamilə yandırılıb. Dağılıb. Evin yuxarı divarın baş hissəsində görükür. Evin yanıq vəziyyəti. Sonra evin bax bu hissədən də burada yanğın çox güclü getdiyinə görə bax belə dəmir turbadır. Tamamilə əyilib, bax belə yəni istidən yuxarı temperatur olduğuna bax belə bu vəziyyətdə görsənir. İndi mən Cümşüd dayının məhəlləsindən düşüm aşağı, bağdan da sizə az da olsa bağdan sizə məlumat verim. Evin girəcəyindən bax belə burada bir dənə qaysı ağacıdır. İndi belə biraz belə görünür ki, yəni ayaq üstə bir göylüyü var. Aşağıdan düşürəm. Məhəllənin tamamilə otluqdur. Çox çətindir yerimək. Hər tərəf otdur. Gül çiçək, deməli gül çiçəkdən yerləsi deyil. Bax belə ağaçlar görünür ki, quruyub, bax belə yandırırlar, nədirsə quruyub tamamilə. Sonra burada Cümşüd dayının yaxşı bağı olub, ancaq bağdan baxırsan ki, elə bir şey qalmıyor. Yoxdur heç nə. Bir dənə buradan qalan iki dənə yaxşı ağac var. Baxım görüm, ağacın biri qoz ağacıdır. O birisi baxım görüm nə ağacıdır. Yaxından baxaram. Yəni çəkib sizə göstərəcəm. Bax bu qoz ağacı balaca bir ağaçdır. Balaca olduğu üçün bu ağaca dəyməyiblər. Bax belə yerində də qalıb. Sonra bu biri ağac, yanındakı ağac. Bu ağac bizim bağlarda əkilən ağac deyil, ancaq ki bu çox gözəl ağacın deməli adı var, haluş ağacı. Haluş bəzi yerdə bunun adını biraz başqa cür deyirlər. Bu yemişanın bir sortudur. Bunun da meyvəsi eşitdiyimə görə bir çox xəstəliyin dərmanıdır. Yəni yaxşı həm dadı var, həm də bundan gözəl kompot olur. Sonra burada yenə də bir dənə alça ağacıdır. Bax belə üstündə də var. İndi biraz məhəllənin tam belə kənar yerinə də gedim. Yenə bax bu yerdən də bu məhəllə bura qədərdir. Burada armud ağacıdır, alça ağacıdır.
Sonra bundan da bu məhəllədən heç bir şey qalmır. Elə qalan budur. Hə, bax. Evində aşağı tərəfdən görünüşü. Baxın görün ki, bax necə dağıdıblar. Yəni evdən elə vəziyyətə salıblar ki, həm yandırıblar, həm dağıdıblar. Bu erməni milləti harda olursa olsun bunlar ziyan verməklə bax belə pis əməllərlə məşğuldur. O cümlədən bizim yerlərimizdə bax belə bütün yerlərimizi dağıdıblar. Sümşüd dayında yerindən bu qədər. Xəttə qalın, inşallah videonun davamı gələcək. Videonu izlədiyiniz üçün hər bir kəsə təşəkkür edirəm. Sağ olun, var olun.